Bax, Qaraçuxurda 4 sot yarımda var belə geniş həyəti. Bu tərəfə gedəndə belə gəlsən Tatlıya tərəf çıxırsan, yaxındır. Yerləşmə yeri əladır. 4 onda 2 sotdadır. Həyətində də belə qış ağacları zadı. 2 mərtəbə, 6 otaqdır. Küçəsi də var. Gəlirsən geniş küçədir. Belə eləyək bu evimizin görkəmi. Arxa tərəfinə də fırlanmağa yer var. Üzü ağılaydı, splaşnoy ağılaydı. Yaxşı təmirdir. Qəşəng geniş həyəti var. Zirzəmisi var. Bax, burada pilləkənlə düşürsən, boy arxa tərəfinə fırlan. 1, 2, 3, 4, 5, 6 pilləkən. Bax, evə girdiyin sağ tərəfdə bir dənə yataq otağıdır. Burada kuxnasıdır. Öz həyətinə baxır hamısı. Zirzəmisidir. Zaldır. Eşik zalı var. Geniş. 45 kvadrat, 50 kvadrat. Sonrası. Zirzəmisini də çəkəcəm. Zirzəmi. Pilləkənlə düşdüm. Bax, zirzəmidə hündürlüyünə bax. Beşə hündürlüyü var. Altda da otaqlara bölünüb. İstəsən məsələn bilyard qoy. Özə uyğun nə istəsən yaratmaq olar. Yəni aşağıda da otaqlar var. Zirzəmidə də. Çamaşırxana düzəldi. Bu otaqda yekədir, bax. Hamısında da yəni balaca da olsa pəncərə havalanma var ya. Bütün hamısında havalanma var. 2-ci mərtəbədir, qalxırsan. Solda bir dənə otaqdır. Öz həyətinə baxır. 4 otaq da yuxarıdadır. 2-ci otaq. Bax, gördünüz işıqlanmanı. 2-ci mərtəbədə də sanızı. 3-cü otaq. Bu da 4-cü otaq. Otaqda da sanuzər var. Allah xeyrinizi versin. Bu da balkonudur. Balkondan həyətinə bax. Bax, o da Tatlının qabağındakı bina var. Araz market qabağında 9 mərtəbə.